Bugün sizə endoskopların sterilizasiyası haqqında qısa bir video çəkmək istədik. Çünki çox suallar gəlir, necə sterilizasiya olunur, nə cür olunur. Ona görə istədim ki, göstərək sizə. Hal-hazırda müayinəmizi bitirmişik. İndi tibb bacımız endoskopu sterilizasiya edəcək, onu göstərmək istəyirəm sizə. Hal-hazırda tibb bacımız endoskop dezinfeksiya otağındadır. İlk növbədə birinci bu gördüyünüz moykada cihazın üst kiri yuyulur. Yuyulduqdan sonra belə bir xüsusi dezinfeksiya aparatlarımız var ki, maşınkadır, yuma maşınlarıdır və cihaz bura atılır, quraşdırılır və sterilizasiyaya başlanılır. Bunlar yeni avtomatlaşdırılmış cihazlardır. Sterilizasiya müddəti başa çatmasa endoskopun yuma aparatının qapağını açıb cihazı çıxartmaq olmur. Yuyub bitirdikdən sonra özü avtomatik qapağı açır və növbəti xəstəni alırıq. Bu cihaz qeyd edim ki, ancaq sırf endoskopları sterilizasiya etmək üçündür. Burada hər endoskopdan sonra bu cür çek verir ki, endoskop yıxandı, təmizləndi, sterilizasiya olundu. Əgər aşıbqa verirsə, çekdə yazır hər şeyin. Dezinfektant məhlul dəyişməlidir və yaxud da hər hansı bir başqa problem var, onun hamısını o çekdə qeyd edir. Hal-hazırda baxın, yumağa başladı. Birinci su ilə yaxalayacaq özü, sonra dezinfeksiya məhlulundan bütün içi kanalları, çölünü, hər tərəfini yuduqdan sonra sterilizasiya edib çıxardacaq. Bir də bir şey deyim, çox pasiyentlər yenə də sual verirlər ki, həm mədə üçün olan aparatla bağırsaq üçün olan aparat eynidirmi? Xeyr. Bu hal-hazırda yuyulan aparat kolonoskopiyadır. Bu bağırsaq üçün olan aparatdır. Mədə üçün olan aparat isə burada şkafdan asılıdır. Bu isə mədə üçün olan aparatdır. Baxın, burada yuyulub, hazırlanıb, asılıb. İndi növbəti xəstəmizi mədə müayinəsinə götürəcəyik. Növbəli şəkildə yazırıq. Kimisi sual verir ki, 40 dəqiqə müddətində necə çatdırırsınız? Burada xəstə növbə ilə yazılır, saatla yazılır. Cihazları da göstərdim. Çox adam yenə sual verir ki, sterilizasiya müddəti 40 dəqiqə çəkir. O vaxtda kimi necə gözləyirsiniz? Xəstələr növbə ilə yazılır. Məsələn, bir mədə müayinəsi yazıldı, cihaz atılır, aparata yuyulur. Həmin müddətdə ikinci xəstə bağırsaq müayinəsi alırıq. Belə-belə sıralı şəkildə, növbəli şəkildə alırıq ki, gözləmə müddəti çox olmasın.